hər vaxtınız xeyir olsun. Mən Gülşən Əşmova. Bugün sizlərə 14 iyul MİQ imtahanının ikinci seansında, yəni ibtidai sinif müəllimlərinə düşmüş kurikulum suallarının izahını təqdim edəcəm. Qeyd edim ki, bundan əvvəlki izahımda da birinci seans üzrə 2 hissəli video paylaşmışam. Onda daxil olub izləyə bilərsiniz. Gəlin başlayaq ibtidai sinif müəllimlərimizə düşmüş kurikulum suallarına. Ümumilikdə çətin suallar olmayıb. Bax, elə biri taksonomiyadır. Gəlin taksonomiyanı oxuyaq. Deyir, şagirdə bir atalar sözü təqdim olunur. Tapşırıqda həmin atalar sözünə əsaslanaraq giriş, əsas, nəticə hissələrindən ibarət esse yazması, essedə mövzuya uyğun 2 arqument və bir nümunə göstərməsi tələb olunur. Baxın, bu tamamilə beyin məhsuludur. Bunu biz niyə məsələn tətbiq götürək və yaxud dəyərləndirmə götürək? Təbii ki, yaratmaqdır. Yəni bu tamamilə beyin məhsuludur. Yeni bir şey ərsəyə gətirmişəm. Yeni bir şey ərsəyə gətirmişəmsə, deməli yaratmaqdır. Deyəcəksiniz, müəllim, yenilik hardadır? Yenilik buradadır ki, bizə deyir ki, atalar sözlərinə əsaslanın, atalar sözü verilib. Məsələn, dostu dar gündə tanıyar, tutaq ki. Bu atalar sözüdür. Bu atalar sözünə əsaslanıb özümdən nə isə yazıramsa, yəni atalar sözünün məzmununu götürürəm, amma qalan hər şey mənim məhsulumdur. Bu niyə tətbiq olsun? Bəziləri tətbiq yazıb. Təbii ki, yaratmaqdır. A variantı. Taksonomiyaya diqqətli olun. Taksonomiya bundan əvvəlki seansda da düşmüşdü. Bu seansda da düşüb, yəni 90% sabah və növbəti günlərdə düşəcək. Ona görə diqqətli olun. Keçək növbəti sualımıza. İnteqrasiya ilə bağlı sualdır. Bundan əvvəlki seansda, yəni informatika ixtisasında olan müəllimlərimizə inteqrasiya düşməmişdi. Amma bu seansda isə inteqrasiya düşüb. Özdə belə bir sual imiş. Müəllimimiz dedi ki, belə yadımda qalıb ki, şagirdə havanın şəraiti ilə bağlı bir şeir təqdim olunur. Tapşırıqda şagirdin plan yazması, plan da budur ki, daha doğrusu tapşırıqda şagirdin planı əsasən şeiri əzbərləməsi, havanın dəyişikliyini müşahidə edərək öz sözləri ilə yazılı təqdimat hazırlaması tələb olunur. Bu tapşırığa əsasən də inteqrasiyanın növünü istəyir. Baxın, havanın şəraiti ilə bağlı şeir təqdim olunur. Deməli, burada şeirin əzbərlənməsi var, yazılması var və plus da hava şəraiti var. Yəni, həyat bilgisi dərsi ilə elə Azərbaycan dilinin inteqrasiyası adama gəl-gəl deyir. Deməli, burada fənlər arası mütləq var. Bunun çoxu bir də götürür fən üstü. Xeyr, burada fən üstülük nə var ki? Fən üstü odur ki, həyatda nəyisə icrası olsun. Burada nəyisə icrasını görürsünüzmü? Mən görmürəm. Deməli, burada fən üstü yoxdur. Bir də fən daxili var ki, fikir verirsinizsə, şeirin əzbərlənməsi ilə, oxu ilə yazı, yəni burada məzmun xətlərinin, Azərbaycan dilinin məzmun xətlərinin əlaqəsi var. Məzmun xətlərinin arasında da əlaqə hansı inteqrasiyaya aid idi? Təbii ki, fən daxilinin üfüqüsünə. Şaquli siniflər arasında idi, üfüqü məzmun xətləri. Deməli, burada fən daxili var, bir də fənlər arası var. Fən üstülük heç nə yoxdur. Qeyd etdiyim kimi, bundan əvvəlki seansda bir növ mən də biraz təəccüb yaşadım ki, inteqrasiya ilə bağlı bir neçə müdafinim dedi ki, sual olmayıb. Bəziləri isə dedilər, həyəcandan heç xatırlamırıq. Amma bu seansda inteqrasiyadan bax, sual elə bu şəkildə olub. Yəni, müəllimimizin dediyi formada tamamilə biraz qəşəngləşdirib, gözəlləşdirib sizə təqdim eləmişəm. Sonra növbəti suallara keçməzdən əvvəl bir şey də deyim. Bəzən deyirsiniz ki, müəllim, biz giririk imtahanımıza az qalmış, sizin səhifəmizə izahı görmürük. Yəni, kanala abunə olmamışsınız, bundan irəli gəlir. Aşağı hissədə abunə ol işarəsi var. Həmin işarəyə toxunun, kanala abunə olun ki, izahlar yerləşdirilən zaman sizə bildiriş halında gəlsin. Keçək indi növbəti suallar. Təlim üsullarından yenə sual olub. Belə bir sual imiş, indi müəllimimiz yadında qaldığı qədər dedi ki, sualda deyir ki, müəllim şagirdin cavablarının düzgün və yanlış olduğunu birbaşa bildirmir. Əvəzində ona əlavə suallar ünvanlayaraq fikrini daha ətraflı ifadə eləməsinə şərait yaradır. Şagird verdiyi cavablara əsaslandırır, bəzən yeni arqumentlər irəli sürür, əvvəlki fikrini dəyişir və yenidən əsaslandırır. Ümumiyyətlə, arqument, əsaslandırma və bu tip şeylər varsa, yadınızda saxlayın ki, mütləq Sokrat dialoqudur. Debat da ola bilər, amma debat axı fərdi şəkildə olmur. Biz bilirik ki, və bilmiriksə də bilək, növbəti günlər lazım olar. Əsaslandırma, arqument debatda bir də Sokrat dialoqunda var. Amma debat fərdi şəkildə olmur. Mütləq ki, burada artıq 2 və 2 plus şəxs olmalıdır. Lakin burada isə müəllim şagirdin deyir. Yəni, bir şagirddən söhbət gedir. Ona görə bu olacaq Sokrat dialoqu, yəni A variantı. Bu sualımızda doğru cavabımız A'dır.
Qeyd etdiyim kimi təlim üsullarından mütləq ki, sual düşür. Diqqətli olun, növbəti seanslara aiddir, növbəti günlərə aiddir. Təlim üsullarını təkrar eləyin, taksonomiyanı təkrar eləyin, inteqrasiyanı təkrar eləyin. Bullyinglə bağlı bugün ümumiyyətcə sual olmayıb. Amma bu o demək deyil ki, növbəti günlər olmayacaq. Düşünürəm ki, olacaq. Ona görə bullyingi də təkrar eləməyinizi məsləhət görürəm. Sonra belə bir tapşırıq olub ki, variantlar yadda qalmayıb, amma sual belə imiş. Şagird sinif yoldaşının kitabını bilmədən götürür. Sonradan bunun səhv olduğunu anlayır və kitabı geri qaytarmır. Müəllim isə şagirdləri birbaşa ittiham etmədən sinifdə gərginlik və münaqişə yaranmaması üçün vəziyyətin ümumi sual şəklində təqdim edir. Əgər belə bir hadisə ilə qarşılaşsaydı, siz necə davranardınız? Variantlarda varmış ki, məsələn, əsəbləşərdim və yaxud nəsə negativ münasibət göstərərdim. İndi orada bir müsbət cavab bizim sualımızın cavabıymış. Bu sualın cavabı yadda qalmayıb, təəssüflər olsun. Əgər bugün imtahanda iştirak edənlər varsa, rəy bölümünə yazsınlar. Yəni bu sualın cavabını əgər yadınızda saxlamısınızsa, yazın. Ümumilikdə başqa suallar da olubsa, yazın. Çünki bizə bir neçə müdavim imtahandan həyəcanlı, stresli çıxırlar, yadlarında qaldığı formada deyirlər. Biz də o sualları daha da gözəlləşdirib, qəşəngləşdirib sizə təqdim edirik. Yəni ona görə mütləq sizdə yadınızda qalanlar varsa yazın. Bu belə. Sonra deməli belə bir sual da olub ki, şagird dərsdə fəaldır və təlim prosesində aktiv iştirak edir. Lakin valideyn sinif mühiti ilə bağlı narazılıq edir. Həmin sinifi bəyənmir. Müəllim də valideynin narahatlığını aradan qaldırmaq və onun məktəblə əməkdaşlığını gücləndirmək üçün necə davranmalıdır? Bu da müəllim-valideyn münasibətləri ilə bağlı bir tapşırıqdır. Həmin mövzuya aiddir. Müəllim-şagird, müəllim-valideyn. Orada da indi məsələn müəllim valideynlə indi variantları bilmirəm nə olub, yalan deyə bilmərəm, sual yadda qalıb. Yenə də variantlarda ən müsbət cavab bizim cavabımız olacaq da. Çünki deyir necə davranmalıdır əməkdaşlıq üçün. Burada niyə cəza olsun? Burada məsələn bəzi müəllimlər deyir ki, sualın variantında cəza var imiş. Ümumiyyətlə yadınızda saxlayın. Cəza sözü bizim ən sonda belə işlətməyəcəyimiz sözdür. Yəni uşağa cəza vermək heç bir halda alternativ sayılmır. Yəni bunu qulağımıza sırğa edək. Bu belə bir situativ tapşırıq olub. Sonra inklüziv təhsillə bağlı sual düşüb. İnklüziv təhsilə aiddir. Bax belə bir asan sual olub. Hətta orada da variant elə buymuş ki, müəllimimiz dedi ki, sağlam imkanları məhdud olan uşaqlar digər uşaqlarla birlikdə işləməlidir, ayrılmamalıdır. Belə bir şey olub cavab. İndi təxmin, amma yəni tam belə olub da. Yəni çətin tapşırıq olmayıb inklüzivlə bağlı. Çox rahat bir sual olub, aiddir soruşub. Sonra hansı konvergentə uyğundur? Konvergent düşüncə tərzinə uyğundur. Belə bir sual olub. Fikir verirsinizsə, bundan əvvəlki seans analogiya düşmüşdü. O da düşünmə formasıdır. Bu seansda isə düşünmə formalarından olan konvergent, divergent düşmüşdü. Bu da məntiqi təfəkkür bölməsinin tərkib hissəsində biz düşünmə formalarına keçid edirik. Bax, o bölmədədir. Ümumiyyətlə, konvergent, divergent yaradıcı təfəkkürün məhsuludur əslində. Konvergentlər kim idi? Tənbəllər, çalışmayanlar, alternativ axtarmayanlar, qoçaq olmayanlar. Konvergentlər bax bunlardır. Divergentlər isə qoçaqlar, çalışanlar, axtaranlar, tapanlar. Yəni budur. Orada da divergentə uyğun deyil soruşub. Yəni ki, konvergent olan variantıymış da. Yenə də bunun da variantı yadda qalmayıb. Yəni məzmun belə imiş, amma ümumi məzmunu bilməyiniz düşünürəm kifayətdir. Suallar gördüyünüz kimi çox çətin, vahiməli olmayıb. Hətta deyərdim ki, bundan əvvəlki illər sualların həcmi daha uzun, daha geniş düşürdü. Bu dəfə isə normal həcmdə olub. Bir də bir məsələ deyim, başqa nələri təkrar eləyəsiniz növbəti seanslara, növbəti günlərə aiddir ki, mütləq şəkildə diferensial təlimi təkrar eləyin, inklüziv təhsili təkrar eləyin, bullyingi təkrar eləyin. Taksonomiyadan onsuz da bilirsiniz ki, ən azı bir sualınız var. Sonra müəllim-şagird, müəllim-valideyn münasibətlərini təkrar eləyin. Yəni bu bölmələr sizin əlinizdən çox tutacaq. Çalışdığım qədərlə bugünkü suallardan, ikinci seansın suallarını da yerləşdirdim. Sabah inşallah birinci seansdan da suallar gələn kimi, bizə çatdıran kimi yerləşdirəcəm. Sadəcə kanala abunə olun ki, izahlar yerləşilən zaman görəsiniz. Həmçinin bugün imtahanda iştirak edənlər rəy bölümünə yazsın. Necə yazıblar, nəticələr necədir, özlərini qane edibmi? Rəy bölümündə hər birini qeyd etsinlər.
Növbəti izahlarda görüşərik. İzahı bəyənib paylaşmağı unutmayın. Sağ olun.